Bildiyiniz kimi artıq yeni mövsümə başlamağına çox az vaxt qalıb. Avropada rəqiblər müəyyənləşib, komandalarda bir çox dəyişikliklər, transferlər olub. Səhifəmizi yaxşı dərəcədə izləyənlər bilər. Bu günlərin mövzumuz yaxınlarda Sabahın Celje ilə oyunu olacaq. Sabah həqiqətən də məncə möhtəşəm bir seçim eləyərək sistematik bir məşqçi gətirdi ki, keçən mövsüm Zirə ilə oyunda Dambrukas müəllimi qəşəngcə tanımışdıq 6-0 kimi dominant bir skor. Düzdür, cavab oyununda məğlub olsa da bu, yəni məncə gördüyü işə zərər gətirmir. Çünki həqiqətən də araşdırdığımızda düzgün sistemlə düzgün komanda qurula bilər. Lakin ümid edirəm son illərdəki kimi olmaz. Çünki Sabah, Neftçi kimi klublar son 4-5 il ərzində Zirədən də bəlkə qat-qat çox pullar xərcləsə də nəticə sıfırdır. Düzdür, Azərbaycan kubokunu qazandı Sabah və bu sayədə Avropada iştirak edir. Amma dediyim kimi, məqsədə uyğun şəkildə bir çox hərəkətlər eləməsə, sonu futbolda həmişə bərbadçılıq olur. Raz Naxçıvandan da ümidim odur ki, qazanacaq. Çünki yeni və düzgün sistemə uyğun transferlərlə uyum əldə eləmək həqiqətən də yaxşıdır. Qarabağa gəldikdə isə, yəni ilk təsnifat mərhələləri çox rahat, sadə və oynayanda yəni heç sizə çətinlik yaratmayacaq maçlar olacaq. Sonrakı turlarda Qarabağın taleyi həll olacaq əsas play-off mərhələsində. Qaldı Zirə. Zirə isə konferans liqasında yenə o da təsnifatda çıxış eləyəcək. Zirəni keçən mövsüm həqiqətən də Rəşid Sadıqovla bərabər möhtəşəm bir performansla gördük. Ümid edirəm keçən il son Astanada məğlub olan Zirəni qruplarımızda bizi təmsil edərkən görərik. Günlük məndən bu qədər. Xəbərlər və yeni videolar üçün səhifəmizi izləmədə qalın. Sağ olun. Kepkalı videolarımdan görüşənədək.